Milana xanım, uşaqda məhrəmiyyət anlayışı hansı yaşdan etibarən formalaşdırılmalıdır? Cavab çox sadədir. Uşaq doğulduğu andan etibarən sadə məhrəmiyyət qaydalarına riayət olunmalıdır. Gəlin yaş dövrləri üzrə məhrəmiyyət qaydalarına nəzər salaq. İlk olaraq erkən yaş dönəmlərində uşağın bezini dəyişərkən, yaxud ana südü verərkən bunu təklikdə etməlisiniz. 2-3 yaşında uşaq bədən üzvlərini adları ilə tanımalıdır. 3-4 yaşında şəxsi zona anlayışı formalaşdırılmalıdır. 4-5 yaşında uşaq yaxşı pis toxunuşun fərqində olmalıdır. 5-6 yaşında sosial mühitdə məhrəmiyyət anlayışını qavramalı, 6-8 yaşında özünü müdafiə ilə bağlı məlumatlı olmalıdır. Tədqiqatlar da göstərir ki, düzgün məhrəmiyyət anlayışı formalaşmış uşaqlar təhlükəli situasiyalarda daha sərbəst şəkildə yox deyə və bunu güvəndikləri böyükləri ilə paylaşa bilirlər. Onu da qeyd edim ki, uşaqlarda, xüsusilə sağlamlıq imkanları məhdud uşaqlarda məhrəmiyyət anlayışının düzgün qoyulması cinsi istismarın önünə keçmək üçün çox önəmlidir.